Salam aleyküm dostlar. Deməli bugün səviyyəli TikTok videoları part 5 ilə yenidən qarşınızdayıq dostlar. Deməli bugün Ramin Binyaminov videolarına reaksiya bildirəcəyik. Dostlar bizimlə gülmək, bizimlə əylənmək istəyirsinizsə zəhmət olmasa videoya keçməzdən əvvəl kanalıma abunə olmağı unutmayın. Əgər bəyəndinizsə bildirimləri də açıq qoyun dostlar. Keçdik videomuza. Naharın vaxtın az qalıb. Gedim elə bir yemək pişirim ki, evdə heç kim onu xoşlamır. Bugün qızımın tətil günüdür. Gedim oyadım bir iş tapışırım, qoymayayım yatsın. Gedim uşaqlara deyim, 9 saatsı qarnımda saxlamışam, sonra da küsüm oturum. 2 saatdan sonra oğlum toy gedəcək. Gedim paltarlarını yum, qurutmayayım. Evdə hamı yatır. Durum zarayım, qoymayayım yatsınlar. Dostlar əzizləyəcək, yəni heç də analar belə deyirlər. Yəni bunlar sadəcə bir yumor üçün çəkilmiş videolardır. Yəni inanmıram ki, analar öz övladlarının pisliklərini istəyər. Sadəcə indi bəzən xırda xoş belə bəhanələr olur da. Yəni amma görək. Ürəyim sıxılır. Gedim oturum ağlayım, uşaqlar desin görəsən nə olub. Gedim oğlumun armıda oxşayan şəklini hekayədə paylaşım, yazım canım oğlum. Gedim kişinin Armıda oxşayan uşaqların canına. Papaşa. Qızının mən deyilsə, başqası olmağını istəyirsənsə gülümsə. Ay ata, buyur. Hə, bu nədir bala, sən də gətirmisən? Hə, mən də. Oğlunun mən deyil, başqası olmasını istəyirsənsə. Ey lazım, sonunu oxuyamadım. Yer rədd ola buradan. Çox sağ ol da. Heç güləcəyim yox idi. Ay. Atalar qız övladlarını çox istəyirlər. Yəni qız övladı həqiqətən şirindir. Yəni mən də istəyirəm, yəni oğlan qız fərqi yoxdur, ancaq qız övladının olmanı çox istəyirəm. Alo. Hey. Hey. Nə olub? Vay vay. Hey. Nə olub? Hey. Ay ana. Hey. Nə olub? Kimə nəsə olub? Nə olub? Ay heç. Bu iradənin balacası yoxdur, rəsul. Hə. Məktəbdə altın eşiyib. Allah sənə güldürsün. Heç güləcəyim yox idi. Azay dilə nəsə çatmırdı o uşaqda. Oy. Mama sənə qurban, narahat olma. Canın sağ olsun. Mən gəlib yığışdıraram. Aha. Жан-Клод Ван Дамм в фильме «Некуда бежать». Yetimin dünyası başına yıxılacaq. Ana dayım zəng eləyir. Ay bacın qurban, nədə? Nədə? Səsin gəlsin. Haralarda sağ. Oy bacın səsinə qurban. Yenə nə oldu? Sənə bacın qurban, nədə? Səsin nəsə xoşuma gəlmir. Xəstələnmirsən? Vay vay vay, mənim bəxtsiz qardaşım, talihsiz qardaşım. Pul bacın sənə qurban. Var əlində 500 Bu səhnəyə bir dənə Hind kinosu tərk edərik. manat var. Kes sesini az git. Var. İndi uşağı göndərərəm, milyonla. Oy bacım qurban. Mənə bax, sən o məsələni neynədir? Mama, olar mən uşaqlarla bayra gedim. Əlbəttə olar, get, gəz, əylən. Bu sənin haqqındır. Dostlarına məndən salam deyərsən. Mama, olar... Yox. Mən elə nə istəyirəm demədim. Səni dedim yox. Yerətli ol dərslər oxu. Olsa sənin əlinlə mən buradayım, ha, deyin biləsən. Can yedi. Dəhşət çox çay içirsən. Sonra deyirsən ki, mədəm ağrıyır. Ağrıyar da. Dünən o gün televizorda baxıram ki, həkimlər bar-bar bağırır ki, gecə çay içmək mədənin düşmənidir. Səsə danışma. Mədə hardan bilir gecədir? Demək neymiş bu figurlar? Dört bucaq. Yaxşı, göstər görüm eni haradır bunun? Eni orasıdır, hə? Eni orasıdır, yetim. Neysə, bax buradan bura neçə metrdir? 3. Nə 3? Ay key! Dostlar ibtidai vaxtı Allah ondan razı olsun. Yəni bacım məni öyrədirdi, riyaziyyat, ingilis dilidir. Yəni dostlar saat 6-dan başlayaraq gecə saat 1-ə kimi aynen bunun birləşməsi. Aynen benim birləşməsi. Eko və bu məsələsi idi. Nə idi? Yadımdan çıxıb. Yəni saat gecə 1-ə kimi aynen bunun birləşməsi. Gecə yuxumda görürəm ki, aynen bunun birləşməsi görəsən. Nə vaxtlar var idi dostlar. Öldüm əlindən, nə 3, 4? Of, yaxşı 4. İndi də görün bu zəlil qalmış da məktəbə neçə metr gedib?
Of, ay Allah, Allah öldürsün məni. 4 vur 4 5 eləyir ha. Key, ay mal. Ay Allah, sən kimə oxşadın bala? Danış da, ay anasız atasız öldüm axı mən əsəbdə. 4 vur 4 neçə eləyir? 17. Yaxşı, 10. Ay yatdı. Ay. Key, bu mal. Getdi Məncə 17-dir. Yəni 10 nədir? kimə oxşadı, ay Allah. Ay öküz, öküz oğlu öküz. 4 vur 4 10 eləyir. Rədd ol müəllimin öylədə. Bir söz yadıma düşdü. Deyir 4 ilə 4 yan yana koysaq nə yapar? 44. Ne yaman zarafat elədim hə? Hoş gəlmişsin, ay Allah. Buraları yeni kim qarışdırıb? Sənubər, Dırnaq maskardadır. salanın gülünç Hə, proteni. gözəlim, oval olsun yoxsa kvadrat? Kvadrat. Ay yox, sən oval yaraşır, dəlisən. Biz soruşmadım, heç çay olsun yoxsa kofe? Kofe. Sənubər xanıma çay gətir. Maska taxmaya bilərsiniz. Mənim üçün narahatçılıq yoxdur. Sən gör taxmamışam ki. Soğan yemişəm. Ay qız, bundan qabaq hara getmisən? Vay vay, dırnağım ayasını dağıdıblar. Heç mən bilmirəm bu necə düzəldəcəm. Hə, İnansın əlinə pelkalı üstə olub. Qozdudu. Buradan. Nə bilim valla. Nə bilim, görüm neyinirəm. Gözəlim, heç kəsin çaşdım. Hər kəsin seçdiyi rəng budur. İnansın sən də çox gözəl yaraşacaq. Ay yox, bu nə rəngdir? Niyə? Çox da gözəl ciddi xanımca. O nə deyir dediski rənglər? Sənə tünd rənglər yaraşar. Bəlkə Yaxşı başqa olsun. şey istəyirəm. Zəhmət olmasa bu dırnağımı yaza bilərsiniz. Daha keçib otağın adını da yazaram. Nə şey yazmırıq, yazarıq. R da yazarıq, G da yazarıq, yazarıq. Şey gözəlim, sən də elədi 100 manat. Necə yəni? Bəs 40 manat demişsən. Ay qız, nə 40 manat? 40 manat işte bu. Əlifin üstə R yazdırdın, G yazdırdın. Sənin üstə mayan yox idi, maya dağılmışdı. O hamısını mən bir-bir işləmişəm. Ondan əlavə olaraq da ki, mən o poligenlə onun dırnağımın ucunu qaldırmışam. Belim qırıldı bir yağda mən burada. At kartıma 100 manat, 41.69. Yoxsa bacarıb alver eləmək lazımdır. Yəni alverdə yəni həddini aşmadınsa, yəni bir damcı baha çatmaq, yəni ayıbçılıq deyil. Amma orada həddini aşırdı da o boyda. Zoğalıyır birbaşa. Atağızı marçıllatma da. Yaxşı, ata sənə qurban. Ata ilə belə danışarlar. ha. Yaxşı. Marçıllatmaram qızım. Belə yaxşıdır? Yaxşıdır. Ay ata, deyirəm bəlkə ağzımı marçıllatmayasan. Gəl kəsin, ey. Küçük. Sən nə soruşacaqsan, mən nə Yoxsa Allah hər kəsin atasına rəhmət eləsin. Yəni dünyasını dəyişənlərə. Yəni mən atama deyəndə ağzım marçıllatıma qalb bir dəfə təpəmə çırpmışdı. Yəni o da bu da sözü deyə bilməmişim. deyirəm. İt oğlu it. Bana tərəzəvləşdirdinsə, sənin yüzündən özümü söydüm. Niyə yaptı o burada? Ağla, sen gətir. Bugün heç bir şey eləməyəcəm. Allah vurub elə. Elə bir daha bunlar oruçdular. Yatacam. Can. Belki de candı da yatacam. Mamaşa. Belə bir şey deyim, yəni ev işlərini görmək heç də asan bir şey deyil də. Yəni bir dəfə yoxlamışam, yəni çalışmışam da, yəni bir günün rutinini edeyim də, yəni çalışım görüm ev işləri nətər olur. Məsələn çalışmışam, eləmişəm, baxmışam. Yox, bu mənim öz işimdən də çətindir. Yəni qadınlara xas işi var, kişilərin də kişilərə xas işi var. Mənim koja kurtkam hardadır? Allah boyda göz verib. Nə bilim hardadır, get bax. Ay ana, yeməyi nə var? Dünənki aşqarayla zıqqımın kökü. Çox acımışam. 40 ildə bir başımızı günorta yastığa qoyuruq. Dır bir dəqiqə dayanmırlar. Anasız atasız. Ay ana, qurban olum sən oruçsuma. Sən oruçdan da aqressiv olursan. Arvad, sən günorta yatmazdın. Vah, niyə? Sən günorta yatanda yaxşıdır, biz yatanda pis olur. Bu hambal da yatsın da bir. Yəni yaxşı det olmasa bir-bir gəlirlər, hamısı birdən cumurlar. Yazıq ana. Deyirəm cəmaatın arvadlarına bax, bir də bizimkisinə bax. Yaylanı ver. Alayı başıma, sən qurban ol mənim canıma. Sənə məndən başqa heç kim dözməz. Ana, Azzar ana dərd ana, azzar ana. Yetim qalasa, nə day qız? ata denə. Arvad şey, nə olub? Bir balaca mürəbbəni xalçanın üstünə dağıtdım. Vay, Allah öldürsün məni, Allah öldürsün. Sizin əlinizdən dincliyi də yox, deyə mənə. Uy, mama sənə. Ay. Ən yaralı yerimizdir də, yəni. Məsələn, indi yaş ötüb, yəni indi belə stol qaldırsam yerə çırpsam belə, yəni gələn döyürlər də, yəni bizi deyirlər ağla evdən də canımız qutarsın da, yəni ki, evdən adam ol. Amma uşaq vaxtı nə badə bir dənə su yerə tökülərdi, adamın belə başından pol əskisi eləyərdilər, yəni o dərəcə. Kurban, mama sənə kurban. Ay Allah, süper. Mama ayaqlarına kurban. Oy Allah, ölmüşlərin canına değsin. Oy Allah, baba orada. Baba, ay Allah. Hey, ölmüşəm. Hambalam axı bütün gün.
Qabağımızda. Ay ne süper. Ay ayaklarımın qadasını al. Öldüm ha bəsdir. Ana qapı döyülür. Mama qurban, əlim şampunludur özün bax. Yaxşı mən baxaram. Bibi sənə qurban, mama evdədir. Salam bibi xoş gəldin. Ay ana bibi gəldi. Buyur bibi keçdi içəri. Neyini sən ay bibi? Ayıp ya, ayıp ya. Oh, Allah qəbul eləsin. Keçdi anam mətbəxdədir, buyur gəl. Bunu mamaya verərsən, o gün yemək göndərdi. İstəmədim, boş qaytaram. Ay, ağzın şirin olsun. Ay, yaxşı biblərin Allah canını sağ eləsin. Pis biblərin də nə deyim, Allah halı fikir versin. Bu nədir? Hə, əmiyə salam dinə. birini də. Ay ana bibim gəldi, içəri girmədən çıxdı getdi. Nə deyirsən, səni getdim qolsun, hepsən başa düşürəm. Leyla. Mama qurban, evi pis sosda. Yaxşıca pis sosda. Yo, makaron xəngəli yeyirəm, peyl soslayıram da. Leyla. Qabları yu. Qabları, stəkanları yu. Leyla, tualetdəsən? Yox, bulvardayam. Şeytanlarla, cinlərlə gəzirəm. Ana, danışarlar az. 100 dəfə demişəm ki, hamamda səsə danışmayın. 100 dəfə demişəm, hamamda səsə danışmayın. Gəlib cin. Nəysə. Ay, 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 ay. O günlər. Köş qaydarıq o günlərə dostlar. Yaş. Nə temalar olur deyin, nə temalar. Allah mənim canımı alsın, siz də qutarın, mən də qutarım. Niyə də, niyə? Ay Buyur. Allah. Mən bu evə gələn yerdə qıçım qırılardı. Nə olub be? Canıvazlar oldu. 2 gündə o stolun üstündə o tarelka dayanır. Özüm bilə-bilə gəlib götürməmişəm ki, görüm atasız, anasız onu götürüb mətbəxə aparacaq. Dostlar, yəni inanmıram ki, kimsə yəni uşaqlığında belə olmayada. Yəni redqi hallarda, yəni təmiz uşaq olar. Yəni həftələr nədir? Əgər heç kim yanından düşmürsə, elə axıra kimi orada qalırdı da. Yəni həqiqətən yəni toçuna belə də. Yəni deyir, yetim qalasana bunu aparacaqmısa unvanlikin altına qoy da. Yoxsa yox. Nə bizə? Eşşək var da, ana paltarlarımı yu, ana yeməyimi ver, ana ayaqqabılarımı təmizlə, ana şalvarımı ütülə, anavız ölsün, ay bala, anavız ölsün. Yetim qalasız sizi. Necə əlim ayağım əstəyir mənim. Dur cəhənnəm ol, o qabı götür, apar mətbəxə. Evdə sığan balımız yoxdur. Ana deyək ki, pulun var, çox imkanlısan. Neyniyərsən? Mama qurban, bir qap-qacaq görmüşəm səhər yemək üçün. Vay, onu alardım. Elə yox, çox pulum var. Allah, bir pərdə görmüşəm. Belə rahat çıxardılıb yuyulan bir şeydir. 100% onu alardım onda. Deməli, dayı qurban, bizim 8 Dostlar, yəni analar ya evi fikirləşir, ya da öz evladlarını fikirləşir. Yəni heç vaxt özlərini fikirləşmirlər. dənə fındığımız var. Onun üçün yesək, geridə neçəsi qalır? Bizim fındığımız yoxdur axı. Boy, bir ayıba diqqət Aslında gör sən nə başa salır. Allah belə də yox. Yazıq uşaq. Yersin doğuyan olmadı da. Yazıq uşaq. Hayla yuxun gəlirsə dur yerində yat. Yetim qalası ağrıdan yata bilirəm. Ölsəm heç xəbərimiz olmayacaq. Can ana, can. Yoksa nəsə girişdiyim tutdu. Yoksa belə videoların davamlarını gəlməyini istəyirsinizsə, zəhmət olmasa kanalımıza abunə olmağı unutmayın dostlar. Yəni səviyyəli TikTok videolar part 6, 7, 8, 9, 1900 çoxdan nəysə. Dostlar, hələlik gələn görüşənədək.